Parisin Strasburg şəhərindən sizləri salamlayıram. Mən Avropa İnsan Haqları Məhkəməsində olaraq öz bəyanatımı, öz fikirlərimi verdim və bəzi şəxslər çox təəssüflər ki, Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Onlar Azərbaycan dövlətinin saxta üzərinə gedərək və bizim Azərbaycan Respublikamızın polislərinə qara yaxma kampaniyaları irəli sürürlər. Ancaq bu baş tutmadı. Nə üçün ki baş tutmadı? Ona görə ki, saxta yazılar, saxta fikirlər və saxta sözlər söylürdülər. Əllərində əsasları yox, faktları yox. Hüquq nə deyir? Hüquq deyir ki, faktla, əsasla. Bəli, Gəncədə olan hadisə ilə bağlı Elgün İbrahimov dünyasının dəyişməsi ilə bağlı olaraq burada polislərimizi qara yaxma kampaniyaları irəli sürürdülər. Bəzi dırnaqda olan radikal müxalifət, blogerlər, özlərini dırnaq arasında bloger hesab edən, özlərini jurnalist kimi təqdim edən, özlərini siyasətçi kimi təqdim edən şəxslər çox təəssüflər ki, nə siyasətdən, nə jurnalistikadan, nə blogerlikdən anlayışları olmayan bir şəxslərdir. Bunlar anlamır ki, Azərbaycan dövlətimiz hüququ, demokratik bir dövlətdir. Gəncə ilə bağlı olan hadisə ilə bağlı olaraq bir şeylər sizlərə də söyləmək istəyirəm. Buradan ki, və İnsan Haqları Məhkəməsində də bu ifadəmi rəsmi olaraq bildirdim ki, həqiqətən də Azərbaycan polisi hər zaman vətəninə, dövlətinə xidmət edir, vətəndaşının yanındadır. Cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə aparırlar. Və mən deyərdim ki, Gəncə ilə bağlı olaraq Gəncə Baş Polis İdarəsinin başda Teymur müəllim, cənab general Teymur müəllim olmaqla Gəncədə hər bir polis əməkdaşı həqiqətən də yüksək səviyyədə gəncəlilərə, Gəncə sakinlərinə diqqət, qayğı göstərir, vətəndaşlarını dinləyir, polis orqanlarına müraciət vətəndaş edirsə, mən bunu tam əminliklə söyləyirəm ki, Gəncə Baş Polis İdarəsinin rəhbəri, cənab polis general mayoru Teymur müəllim vətəndaşları qəbul edir, dinləyir, obyektiv olaraq qazilərimizə dəstək olurlar, veteranlarımıza dəstək olurlar, şəhid ailələrinə dəstək olurlar. Bilirsiniz, çox təəssüf edirəm ki, mən bir hüquq eksperti olaraq, hüquq üzrə fəlsəfə doktoru olaraq, ARHD-AS saytının rəhbəri olaraq mən çox təəssüf edirəm ki, bu şəxslər nə cür Azərbaycan Respublikasının vətəndaşı olublar. Dırnaq arasında olan radikal müxalifət, Avropa ölkəsinə qaçaraq, gələrək, buralarda gizlənərək və Azərbaycanımızı, dövlətimizi, hüquq mühafizə orqanları əməkdaşlarını, hüquq mühafizə orqanlarını qara yaxma kampaniyaları irəli sürürlər, ləkələr atmaq istəyirlər, ancaq əllərində heç bir nə sənəd, nə sübutları yoxdur. Hüquqda, bir daha da təkrar edirəm ki, hüquqda nə istəyir? Əsas, sənəd, sübut. Mən deyərdim ki, Gəncədə, Gəncə Baş Polis İdarəsində Elgün İbrahimovla bağlı olaraq yüksək səviyyədə iş aparılır, istintaq aparılır. Gəncə şəhərinin prokurorluğunda da iş aparılır. Bilirsiniz də, mən tam bunu əminliklə söyləyirəm ki, çox qısa müddətdə, qısa zamanda cinayətkar həbs olunaraq istintaqa veriləcək. Bilirsiniz də, istintaqdır, istintaq araşdırmaları aparılır, obyektiv aparılır. Bilirsiniz, cürbəcür sosial şəbəkələrdə bəzi insanlar fikrə gəlməyən sözləri yazırlar. Özlərini reklam etmək üçün, özlərinə xal qazanmaq istəyirlər öz aralarında. Ancaq təəssüflər ki, bununla nə xalq topalaya biləcəklər, nə də nəsə əldə edə biləcəklər. Mən tam əminəm ki, Elgün İbrahimova qarşı
cinayət törədiblər. Dünyasını dəyişib, Allah rəhmət etsin. Azərbaycanımızdır, vətəndaşımızdır. Mən tam əminəm ki, buna ki, tam əminəm ki, Gəncə şəhərinin baş polis idarəsinin əməkdaşları tez zamanda bu cinayətkarı taparaq məsuliyyətə cəlb edəcəklər. İstintaq gedir, istintaq araşdırmaları gedir, istintaq siridir bu. Azərbaycan polisimiz həqiqətən də yüksək səviyyədə işləyir. Cinayətkarlığa qarşı mübarizə aparır. Cinayətkarı çox qısa zamanda Azərbaycan polisi qısa zamanda cinayətkarı taparaq, yerini bəlli edərək məsuliyyətə cəlb edirlər. Tuturlar, məsuliyyətə cəlb edirlər. Bilirsiniz, Avropada, bax, o insanlara mən adlarını çəkmək istəmirəm. İçəridə məni ilə iki özlərini dırnaq arasında bloger kimi, jurnalist kimi təqdim edənlərin iddialarına baxdım və orada da bəlli etdim mən və birbaşa da Avropa İnsan Haqları Məhkəməsində də söylədim ki, bunu ki, Azərbaycanda hansısa bir cinayət törənirsə, dərhal onu Azərbaycan polisimiz yüksək səviyyədə o yeri bəlli edərək, cinayətkarı bəlli edərək, tez zamanda cinayətkar həbs olunaraq məsuliyyətə cəlb olunur, istintaqa və yaxud da təhqiqata təhvil verilir. Ancaq Avropada söyləyiriksə, Avropa polisləri ilə bağlı olaraq, bilirsiniz nətəri? Əziz məni izləyən həmvətənləri, bu yaltaqlıq deyil, bu faktdır. Mən hüquqşünas olaraq bunu faktla sübut edirəm ki, Azərbaycanda olan işlə polisin və Avropada olan polisin işlərini müqayisə edərək, Avropada hansısa bir maşına xəsarət yetirirlər, hansısa bir cinayətkar şüşəni sındırır, maşının içindən əşyaları oğruyur və yaxud da hansısa buradakı vətəndaş olsun, istəyir turist olsun, hansısa cinayətkara məruz qalırsa, inandırım ki, aylarla yox, illərlə bəlkə o Avropanın polisi o cinayətkarı axtarır, tapa bilmir və məsuliyyətə də cəlb edə bilmir. Ancaq Azərbaycan polisimiz dərhal yüksək səviyyədə cinayət öyrənibsə, o cinayətkarı taparaq məsuliyyətə cəlb edirlər. Budur Azərbaycan polisi. Bəli, Azərbaycan polisi Avropa polisinə nümunədir. Gəncə sakinləri də yüksək səviyyədə Gəncənin polislərinə böyük hörməti var, sadaqəti var, inamı var, etibarı var. Azərbaycan Respublikamızın hüquq mühafizə orqanlarının əməkdaşları hər bir zaman vətəndaşının yanındadır. Gəlin, baxaq görək, Avropada söyləyirik, hüquqi dövlətdir söyləyirik, düzdürmü? Ancaq bir başımıza bir hadisə gəlsə, biz buranın 110 kişisinə yığsaq, gəlib neçə saata çatacaq və nə cür rəftar edəcək? Ancaq Azərbaycan polisi, Daxili İşlər Nazirliyi 102 qaynar xətti gecə-gündüz vətəndaşına xidmət edir. 102-yə məlumat verilən kimi dərhal vətəndaşın yanında olur, vətəndaşa kömək edir. Bəli, mən sizə söyleyeyim ki, hələ şəxslər var ki, valideyninə, atasına, qardaşına, doğmasına zəng etmir. Ancaq birbaşa dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq müraciət edir ki, mənə bu problemə düşmüşəm, düçar olmuşam, mənə köməkli eləyin. Budur Azərbaycan polisi. Nəyə görə Azərbaycan polisini biz sevməli deyilik? Nəyə görə, nə səbəbə görə? Biz 44 günə qalib gələn bir dövlətik. Bilirsiniz, burada bəzi məsələlər var. Mən Avropa parlamentində də çıxışlar edəcəyəm. Gündəlik mövzumuz 3 gün Avropa İnsan Haqları Məhkəməsindədir. Gündəlik mövzularımız 3 gündə Avropa parlamentindədir. Bəli, mən fəxr edirəm ki, mən Azərbaycan Respublikasının vətəndaşıyam. Bilirsiniz,
BMT söyləyirik. BMT bəzi məsələlərə Azərbaycan haqqında toxunur. Ancaq BMT-nin üzərinə düşən ötərilikləri bugünkü günə qədər, bugün ayın 21-i mayın 2025-ci ildir. BMT-nin üzərinə düşən ötəriliklər bugünkü günə qədər nəyə görə, nə səbəbə görə icra etmir. O mövzuya da toxunacağıq inşallah gələn efirlərimizdə. O barədə də açıqlama verəcəm. Bilirsiniz, bir daha da təkrar edirəm ki, Azərbaycan polisimiz Avropadayam. Avropada İnsan Haqları Məhkəməsində də bunu söyləmişəm. Buradan da söyləyirəm. Azərbaycan polisimiz Avropa polisinə nümunə olan polislərimiz var. Təbii ki, o qara yaxma kampanyalarına, fikirlərinə, o saxta profillərə, saxta yazılara, saxta bəyanatlara, saxta fikirlərə inanmalı deyilik. Çox bir tez zamanda təbii ki, Gəncə polisimiz ayıq-sayıq nəticəsi ilə sahəsində Elgün İbrahimovu kim qətlə yetiribsə, o şəxs həbs olunacaq, o şəxs məsuliyyətə tam əminliklə söyləyirəm ki, məsuliyyətə cəlb olunacaqdır. Çox qısa müddətdə. Ona görə Elgün İbrahimovun ailəsi də səbirli olsun. Azərbaycanımızın Daxili İşlər Nazirliyini, Gəncə şəhərin baş polis idarəsi, gözəl polislərimiz bu barədə yüksək səviyyədə əməliyyat işlərini apararaq o şəxsin yeri də bəlli olunacaq və o şəxs çox qısa müddətdə məsuliyyətə cəlb olunacaq. Yaşasın Azərbaycan dövləti.